Realdasınız, biz sizə Suraxanı Arenadan xəbər veririk. Bəli, Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. Komandamız sabah, deməli, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ikinci turun oyununa çıxacaq. Bəli, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq maç sabah saat 20:45-də səsləndiriləcək. Göründüyü kimi artıq komanda son hazırlıqlarını yekunlaşdırır və son məşqinə çıxıb. Mən isə sizə mətbuat konferansında baş məşqçi Qurban Qurbanovun fikirlərini bölüşmüşdü, onları çatdıracağım. Qarabağın böyük turnirdə iştirak etməsi sevindirici haldır. Bu maçda məsuliyyətli yanaşırıq, yaxşı komandaya qarşı oynayacağıq. Kopenhagen ciddi rəqibdir. Qalibiyyət futbolumuzu daha da sevdirir, oyunculara inam verir. Bu sahəyə yatırım qoymaq istəyən insanlara həvəs verir. Futbol idmanın şahıdır. Ölkəmizin tanınmasında az da olsa pay sahibi oluruq. Kopenhagenin sürətli hücumları var, bu bizə problem yarada bilər deyə təcrübəli mütəxəssis bildirib. Onu da sizin diqqətinizə təkrar çatdırmaq istəyirəm ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində reallaşacaq Qarabağ-Kopenhagen qarşılaşması saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Mənim sizə çatdıracaqlarım bunlar idi. Siz də realı izləməyə davam edin.